Ya Allah, salam aleyküm, salamlayıram bütün dostları, qardaşları, Azərbaycanın bütün bölgələrində olan söz xilidarlarını. Allah qismət eləyib biz də müəyyən qədər Azərbaycanın çox bölgələrində olmuşuq, xeyir işlərdə, şadlıqlarda olmuşuq. İnşallah bu ayın 23-ü də, mayın 23-ü Maşraqada Görüş Şadlıq Sarayında Allahın izni ilə öz xeyir işimdir. İndi vaxtımızın qısa olduğuna görə, toyların olduğuna görə gücüm çatan qədər kartika paylamışam, dəvətnamə vermişəm. Hansı qardaşlara dəvətnamə verə bilməmişəm, üzürlü saysınlar məni. Elə adamlar var, uzaq adama kartika vermişəm, yaxın adama verə bilməmişəm. Hamısının gözüm üstündə yeri var, dəvəti var, kim yadımdan çıxıb üzürlü saysın. Amma toyda inşallah gəlib qardaşının yanında olsun. Bir də Azərbaycan elə bölgələri var, orada qeyb meyxana demişəm, dostlar olub, qardaşlar olub, meyxanamdan xoşu gəlib, ya xasiyyətimdən xoşu gəlib. Sadəcə olaraq mən bir-bir onları ad olaraq tanımıram, ya üzdən yadımda qalmayıblar, ya imkanım çatmayıb o qədər yerə gedim, dəvətnamə verim o qardaşlara. Bütün mənə istəyən qardaşlar da inşallah xoş günümdə yanımda olarlar, inşallah dəstəyini əsirgəməzlər. Allah hər qapıya şadlıq nəsib eləsin, biz də gedək qardaşlarla iştirak edəyik. Allah xoşbəxt qardaşımızı xoşbəxt eləsin. 23 may saat 3 tamamdan toyumuz başlayır. Ruhanilər xeyir dualarını verirlər inşallah. 6 tamamdan da musiqili məclis davam edir. Hamımız gözləyir, hamı dəvətdir. Dəvətnamələrə 5 vurulmuşdu, birinə 6 vurulmuşdu. İndi belə məsləhət bildir ki, 3-dən başlasın inşallah. Hələ bu videoda hansı qardaşların qabağına çıxar paylaşarlar ki, inşallah 3 tamamdan Quran açılışı ilə, möminlərin, ruhanilərin iştirakı ilə, xeyir duası ilə başlayaq şadlığımıza. Yenə bütün Allah, bütün qardaşlara, kim nə xeyir iş görürsə, hamısının xeyrini versin. Allah bizi də ziyanı uğrayanlardan qərar verməsin. Amin. 100 may paraddır maçlarına. Meyxanamın paradı, meyxanamın ocağında. Hamımızı gözləyirik dostlar. Allah xoşbəxt olsun. Allah'ın